Məşhur Bolqar kahin Vanqanın 2025-ci il üçün proqnozları arasında yer alan böyük zəlzələ baş verib. Lentazın bu barədə apardığı xırda araşdırmanı təqdim edirik. 28 mart 2025-ci ildə Myanma və Taylanda təsir edən 7,7 bal gücündə zəlzələ minlərlə insanın həyatını itirməsinə və geniş miqyaslı dağıntılara səbəb olub. Bu hadisə Vanqanın 2025-ci il üçün proqnozlaşdırdığı fəlakətlərdən biri kimi qiymətləndirilir. Əsl adı Vangeliya Pandeva Qushtereva olan Vanqa uşaqlıqda keçirdiyi bir qəza nəticəsində görmə qabiliyyətini itirib. Lakin gələcəyi görmə qabiliyyətinə sahib olduğuna inanılan bir kahindir. 1996-cı ildə vəfat edən Vanqa 11 sentyabr hücumları, Prenses Diananın ölümü və Çinin yüksəlişi kimi bir çox mühüm hadisəni əvvəlcədən bildiyi iddiası ilə tanınır. Vanqanın 2025-ci il üçün proqnozları arasında Avropada böyük bir müharibənin başlaması və dünya miqyasında iqtisadi bir fəlakətin yaşanması da var. Bundan əlavə insanlığın süqutunun bu ildən etibarən başlayacağını və dünyanın 5079-cu ildə sona çatacağını iddia edib. 28 mart 2025-ci ildə Myanma və Taylandda baş verən 7,7 bal gücündə zəlzələ Vanqanın 2025-ci il üçün proqnozlaşdırdığı fəlakətlərdən biri kimi qəbul edilir. Zəlzələ nəticəsində minlərlə insan həyatını itirib və bölgədə böyük dağıntılar yaşanıb.